olacaq bilmirəm. Ya da bəlkə də istəməyiblər sən az xalda qalasan. Ya pusudur ya da az. Bir dəstəkdir bu, sağ olsunlar ki, mən qalmayım, Allah bir yenə deyirəm, əvəzini versin və mənə gələn jeton, yəni mən çıxıramsa əgər, bu boşa getmir və mən sizə əmin eləyə bilərəm ki, bu Türkiyəyə, qardaş ölkəyə gedəcək bu yardım. Mənə atılan jeton, yəni boşa getmir, onu sizə deyim. Mənə çatan bu xal, yəni mənə balansıma deyil. Bura gələn əmin eləyirəm ki, sizi gedəcək qardaş ölkəyə, Allah onlara da başsağlığı verirəm buradan, deyə bilməmişdim. İndi inşallah görək də sonda nə olur. Uşaqlar, zəhmət olmasa hər kəs bunu deyim ki, hər kəs ekranı tıklasın, yayını paylaşsın və səhifəni izləməyə alsın. Çünki canlı yayın bu səhifədə olacaq gün. Və onu da demək istəyirəm ki, məncə mənim fikirlərimi soruşursunuzsa, mənim fikrimi maraqlıdırsa sizə, məncə pusu var. Niyə? Arada 300.000 fərq var, götürdülər 60.000 xal atdılar. Məncə bunu atan, bunu dalında atar. Elçinin sözü var idi, buyur. Elçinin nəsə sözü var. Onun adından dəstək əldi, Allah razı olsun, xanımdan minnətdaram. Şəmkiri qardaşımız da mənə dəstək oldu. O 57 öpürəm sən gözəl qardaşım. Allah sən var eləsin. Azərbaycan qeyrətli, mərd oğlanları öpürəm istəyirsin, qadavuz alaram. Qardaşınıza elə bir göstərdiniz nəzul lazım dəstəyə. Mən geçsin, canınız sağ olsun. Öpürəm hər gün, ürəyiniz falan. Olar bir dənə sözümü deyim. Bayaqları bir dənə söz deyildi, TikTok atıldı. TikTok atılandan sonra dedilər ki, Arif hazırlaşsın. Mən həmişə hazıram, bura hazırlıqlı da gəlmişəm. Oradan demək istəyirəm ki, mən jetonla məni heç kim qorxuda bilməz. Uduzub çıxıb gedəcəm və bir də onu demək istəyirəm ki, bir dənə diqqətlə qulaq asın. Bir də onu demək istəyirəm ki, necə ki PK-larda mənim üstümə vurulan xalları hiss eləməmişəm, burada da uduzsam heç nə hiss eləmədən gedəcəm. Mən burada istəyirəm ki, Naninin də fikirlərini alaq da. Nani bugün bizim verilişdə qonaq kimi gəlib. Naninin fikirləri də maraqlıdır. Nani, səncə burada qruplaşma var? Nani də məncə 4 dəqiqə qutarsın, sonra alaq da. Çünki bunların yarışmasıdır hal-hazırda. Mən fikirləşirəm ki, burada nəsə qanı-qaraçılıq ola bilər. Nani deyir ki, pusuya hazırlaşıram, 200 atacağım. Son 4 dəqiqə qaldı. 4 dəqiqə qaldı. Maraqlıdır. Balıq Evi Mingəçevə təşəkkürlərimizi bildiririk və burada bizim yarışmacılara hədiyyə atıb təşəkkürlər eləyirik. Çox sağ olun. Verişdə təbrik eləyirdi. Son 4 dəqiqə qalıb. Qeyrətli qardaşlarımız deyir ki, Arifə deyinə ki, sən narahat olma qadın, biz sayı silətdirək inşallah. 5 Yaşayarıq görərik. Yaşayarıq görərik. Hələ bilinmir nə olacaq. Yaşayarıq görərik. Yaxşı. Onsuz da geçsəm də hiss eləməyəcəm. Bir də mənə bir şey çox maraqlıdır. Azərbaycan qeyrətli oğulları atır, Allah razı olsun, dəstək olur. Prosta niyə Gülü adı ilə atır, onu başa düşmürəm. Sifarişçi Rəşad Emindir. Balans satır. Niko, mən səni çıxardacağım. Son saniyədə mən qalib gələcəm, Nikonu çıxardacağım. Sifarişçi Rəşad Emindir, ona görə. Uşaqlar, 8700 insan zəhmət olmasa səhifəni takibə alsın. Reklamanı maksimum çoxaldaq. Son 2 dəqiqə, 1 dəqiqədən sonra geri sayım qoyuruq. Geri sayım qoyuruq. Bax, yenə xatırladıram sizə. Sonra deməyin ki, gec oldu, bilmədik. Siz ekranda baxanda 10 saniyəni 0 saniyə kimi görün. 10-cu saniyə kimi atın. Çünki bizdə 10 saniyə sizdən daha tezdir. Başa düşdünüz? 1 dəqiqəlik geri sayım qoyulacaq. 1 dəqiqəlik geri sayım qoyulacaq. Həmin vaxtdan başlayırsınız atmağa 10-cu saniyəyə kimi. 10-cu saniyədə stop deyilir. Başa düşdünüz? 9000 adam var demək olar. 10 milyon ekran tık ola bilər səncə? 5 milyon 400. 10 milyon eləyə bilərik. 1 dəqiqəlik vaxt geri sayımda
tıklamanı da işləyək üstünə. 9000. Xahiş edirəm səhifəni izləməyə alaq. Çünki yayınlar bu səhifədə olacaq. Rəşad Emin Ne? Seda destek 10 minli Elçin bəli, teşekkürler. geri sayım qoyuruq. 1 dəqiqəlik. Bir dakika. 1 dəqiqəlik. Ha, burada mikrofon var. Artık geri, Geri sayım sayım başlayır. başladı. Geri sayım başladı, getdi. Gördüyünüz kimi bir dənə elçi çıxdı, səsim gəlir. Artık geri sayımdı uşaqlar. Ha, verin. Nağarım mən qışqıra danışır. İnşallah bir dənə elçin görək nə deyil. Sədərək uduzduq, soxsa qardaş, mənim gözəl mömin qardaşım. Allah sən var eləsin, öpürəm. Çox son saniyələrdir. O 8, 7, 6, 5, 4, 3, 2, 1, 0. Stop. Bəli. Neçə dənə TikTok gəldi. Hamısı Elçinə Karol adından Elçinə gəldi. Və Elçin bu günün qalibi Elçin. Gülnur xanım, buyurun. Arif hazırlaş deyirəm, sözü verəm Gülnur'a. Bu mikrofon işləyir, indi səs gəlir, bir dənə səsi deyil. Verirəm. Gülnur buyur. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Dünəndən yayınımız da maşallah birinci dəfədir ki, yəni dünəndən bəri birinci dəfədir ki, 10.000 oldu artıq izləyici. Hamınızı salamlayıram. Əlləriniz var olsun. Məni dünəndən bəri izləyən, adımı belə ora yazan, bir jeton da belə atan hər kəs var olun. Yəni indi mənə 2 dənə şir gəldi sonda. Yəni mən istəsəydim bu sözün düzdür. PK-larda da işlədirik. PK-larda işlədirik bu sözü də. İstəsəydim bunu eləyərəm, istəsəydim onu eləyərəm. Amma doğrudan da ən azından mən PK-larda uşaqlar bilər ki, daha belə başqa cürə bir Gülnur oluram. Amma fikirləşdim ki, burada da onu eləyə bilərəm. Gördüm ki, yox. Yəni maşına görə cırışa bilmirəm, üzr istəyirəm ifadəmə görə. Yəni bacarmıram onu. O gördüm ki, o həyəcan yoxdur ki, maşına görə kimlənsə burada qalım qırışım, kimlənsə o artıq sözlər. Çünki vaxt azaldıkça insanlar daha aqressivləşir və istəmədim ki, mənim o aqressivliyimi burada bu qədər insanın içində, yəni göstərmək istəmədim sadəcə olaraq o maşına görə. Yenə də deyirəm, mənim bu 60K atıldı mənə. Mənəvi dəstək idi o mənə. Amma bundan da artıq ola bilərdi. Çünki mənim yaxınlarım deyim, mənim dəstəkçi sözünü işlətməyim. Mən ən azı bu halda qoymazdılar. Uduza da bilərdim, yoza da bilərdim, amma bu halda qalmazdım. Sadəcə olaraq yenə də deyirəm, sizdən olmaq çox xoş idi. Amma burada dağlardan olmaq mənə daha yaxşıdır. Amma sizi də görməyə gələcəm. Hər birinizə uğurlar olsun. Çağlar. Sağ olun. Bir dənə Eyvallah, sizə asan gələ bilər, çətin bir şeydir. 10.000 izləyici baxdı bizə. Zəhmət olmasa 10.000 izləyicinin və tıklayanlar hamısı alqışlayaq. Və hamı takibə alsın səhifəni zəhmət olmasa. Çox sağ ol qardaş. Bir dənə Elçin də desin. Dəstək olan hər bir kəslərə minnətdaram. Allah istibar eləsin. Öpürəm sizi, qadanızı alaram. Allah o gözəl ürəyinizə görə versin. Xanımı mən təbrik edirəm. Mən yox, məncə xanım qalib oldu. Həqiqətən böyük hörmətim oldu xanım, arzu olsa. Səs gəlmir. Xoş oldu. Necə deyim? Allah hər bizdən razı olsun. Bizə dəstək olan hər bir kəsə minnətdaram. Adımı yazıb, ürək qoyan, bu sevgini qazanmışıqsa hər adam qazana bilmir. Xoş bizim halımıza. Allah o gözəl ürəyimizə görə versin. Öpürəm sizi. Var olun.
Bir dənə üzr istəyirəm, qoy birdən də söz deyib. Niko, Murad müəllim, sizə minnətdarlığımı bildirmədim. Yəni o qədər gözəl bir layihə hazırlamışsınız. Doğrudan çox səviyyəli. Hər kəs o qədər mehribandır ki, bir dənə bir söz deyə bilərəm ki, Allah əməyinizi əlinizdə qoymasın, yerə qoymasın. İnşallah ki, daha da böyük proyektlərdə uğurlar qazanasınız. Təşəkkür. Mənə dəstək olan qardaşlarım deyir ki, bir o gözəl məşhur sözünü deyir. Mən utanmıram, çünki çörəyimi qazana-qazana gəlmişəm, sevilmişəm, məni bura dəvət ediblər. Mən o kətəni satıram Gəncədə əlimdə. Nə gözəllik kətədir, öpürəmə ürəyim. Mən heç vaxt utanmamışam. Çünki bizi tanıyır, halal çörəyimi qazanmışam əlimdə. Az yaşım yoxdur. Şükür Allahım bu günə kişi kimi bu boya başa gəlmişəm. Öz əziyyətimlə, alın tərimlə. Mənə deyirlər layiqsən. İnşallah ki, layiq olduqlarımı görərəm. O gözəl ürəyinizə qurban. Öpürəm, var olun ürəklə. Əziz dostlar, mən Gülnur xanım sağollaşacaq, biraz ağlaşma mərasimi başlayır. Və ən son olaraq onu deyim, kimlər balans çıxartmaqda problem yaşayırsa, bizim dostumuz var, Rüstəm, 099 740 80 80 nömrəsindən əlaqə saxlayıb, balans çıxartmaqda sizə köməklik edə bilər. Yəni, məsləhət verə bilər ki, necə eləmək olar, necə çıxarmaq olar, onları sizə məsləhət verə bilər. Özü çıxarda bilmir, prosa məsləhət verir. Deyir, məsləhət nə verirsə, deyir, nə bilim. 099 740 80 80 Rüstəm sizə balans çıxartmağa yol göstərə bilər, köməkli göstərə bilər. Bir dənə görə tərlan nədir, yenə çürüdü bey. Uşaqlar, onların başı qarışıb orada. Gündüz heç kim olmur, dəstəyim çox az olur. Sabah saat 3-də uşaqlar, gündüz, yəni bura oturmağa səbəb olan gün olur. Sabah gündüz qardaşımızın yanında olun, sizin ürəyinizə qurban. Tək oluram burada. Görə ağlaşın da, ağlamasan bu işə. Mən sizdən başqa heç kim yoxdur. Uşaqlar, sabah saat 3-də, Qırmızı 03-də. Sabah saat 3-də hər kəsi canlı yayına gözləyirik. Arxa tərəfdə İştirakçılar və öz adımdan təşəkkür edirəm. Çox sağ olun, var olun hər biriniz. Mən söndürürük. Sağ olun.